Salam hörmətli şagirdlər və dəyərli müdavimlər. Bu gün sizlərə Asiya Hun dövlətləri haqqında məlumat verəcəm. Asiya Hun dövləti haqqında danışmadan öncə qədim Hun tayfaları haqqında danışaq. Qədim bütün Hun tayfaları köçəri maldarlıqla məşğul olmuşlar. Eramızdan əvvəl 2-ci minillikdə Çin mənbələrində onlar haqqında ilkin məlumatları, yəni bu mənbələrdən öyrənilmişdi. Onların əsas məşğuliyyəti dəmirçilik, zərgərliklə məşğul olmuşlar. Biz ümumiyyətlə Hun dövlətində əsas iki hökmdar görəcəyik. Bir Teoman, bir də Meteni görəcəyik. Bu ikisinin hakimiyyət dövrü üçün oxşar cəhət Çinlə mübarizə, yəni müharibə olmuşdu hər ikisinin dövründə. Teoman Tanrı'nın hakimiyyət dövründə eramızdan əvvəl 220-ci ildə Asiya Hun dövlətinin əsası qoyulur, paytaxt isə Ötkən şəhəri olur. Gəlin baxaq, Teomanın hakimiyyət dövründə Çinlərlə mübarizə gedirdi və Çinlər bu mübarizənin qarşısını almaq üçün eramızdan əvvəl 214-cü ildə Çin səddi inşa etmişdilər. Gəlin indi baxaq Mete Tanrı'nın hakimiyyət dövründə. Mete'nin hakimiyyət dövründə ordu islahatı keçirilmişdi. 19 minlik və 10 minlik dəstələrə bölünmüşdü ordu və Mərkəzi Asiya bütün 26 tayfa hakimiyyəti altında birləşdirilmişdi. Eyni zamanda Monqol və Tibetlərə də qarşı mübarizə aparmışdı. Tibetlərə qarşı mübarizə aparması Mete'nin Uyğur xaqanlığıyla oxşar cəhət kimi, indi Uyğurları keçəndə daha geniş məlumat verəcək, oxşar cəhət kimi verəcək. Və nəticədə isə deməli eramızdan əvvəl 200-cü ildə Hunla Çin arasında Pitzen yaxınlığında döyüş olur. Bu döyüşdə Hun qələbə qazanır, Çin məğlubiyyətə uğradılır və Pitzen sülh müqaviləsi imzalanır. Həmin bu sülh müqaviləsinə görə deməli Çinlilər Hunlara xərac ödəməli idilər və Çin Hunlardan asılı dərəcədə düşürdülər və Şimali Çini Hunlar öz əsarəti altına alırdılar. Çin ticarət yolları Hunların tərkibi altına keçirdilər və eramızdan əvvəl 1-ci əsrdən etibarən Asiya Hun dövləti parçalanmağa başladı. Mən burada da xüsusən qeyd etmək və xatırlatmaq üçün demək istəyirəm ki, 1-ci minillikdə, bax, 1-ci əsrdə Hun zəifliyib, 1-ci minillikdə isə Misir zəifliyib və parçalanmış hala gəlmişdi. Eramızdan əvvəl 58-ci ildə Asiya Hun dövləti iki yerə bölünür. Qərbi Asiya Hun və Şərqi Asiya Hun. Qərbi Asiya Hun'a Çin tanrı baş verirdi. Şərqi Asiya isə Çinə tabe olmuşdu. Gəlin isə onun dininə baxaq. Dini əsasən göy tanrıya inanırlar və şamançılığa xüsusən inan var. Şaman nədir? Göy tanrı ilə insanlar arasında əlaqə yaradanlara şamançılar deyilir. Dərsimiz bu qədər. Əlavə sualınız varsa 0694 25 59 nömrəsində əlaqə saxlaya bilərsiniz. Çox sağ olun.